Bu il dünyanın nüfuzlu Oskar mükafatına ən yaxşı əcnəbi film kateqoriyası üzrə təqdim edilmiş və adı artıq Akademiyanın uzun siyahısında açıqlanmış Tağıyev bədii filminin ssenari müəlliflərindən biri, tanınmış kinodramaturq, ssenarist İsmail İmanla Azərbaycan Kinematografçılar İttifaqında Ssenaristlərin Meydanı, Tarix və Kino adlı görüş keçirildi. İsmail İman Tağıyev filmi üzərindəki iş prosesini, o cümlədən öz təcrübəsini slaytlar vasitəsilə görüş iştirakçılarına geniş şəkildə təqdim etdi. İsmail İman ustad dərsini 7 mövzuya bölmüşdü. İlk bölmədə qəhrəmanın tərcümeyi halı, daxili ziddiyyətlərini özündə əks etdirən şəxsiyyət motivi təqdim edilirdi. Onun hər bir tarixi kino insanla başlayır və qəhrəmanın bioqrafiyasını, motivasiyasını, davranışlarını və daxili ziddiyyətlərini öyrənmək vacibdir. Səbəb-nəticə əlaqələrin analizi keçirilməlidir və biz başa düşməliyik qəhrəman nə edir və eyni zamanda bu hərəkətlərin, bu addımların səbəbini bilmək lazımdır. Yəni, niyə etdiyini anlamaq lazım olur. Və yəni, hər bir yaxşı bir filmdə qəhrəmanın transformasiyası lazımdır, ona ehtiyac var. Və başa düşməliyik tarihin insanı necə dəyişdiyi və insanın tarihi necə dəyişə bildiyi öyrənmək. Tağıyev böyük və çox maraqlı bir şəxsiyyətdir və yəni, Tağıyev layihəsi mənim üçün 2019-cu ildə başlayıb. O dövründən bir təcrübəm yox idi. Mən keçən əsrin 40-cı illərdən o yana mən getmirdim də, yəni hansısa hekayələrdə, hansısa əsərlərdə, yəni o dövrünü araşdırırdım da, yəni keçən əsrin 60-cı illər, 40-cı illər, yəni ondan o yana yəni təcrübəm yox idi və İngiliscə deyək belə bir challenge olmuşdu ki, yəni bu dövrünü mən araşdıra bilərəm, yoxsa yox. Yəni o vaxt Zaur Qasımlı, yəni filmin rejissoru mənə müraciət eləmişdi və yəni bir tərəfdən çox maraqlı idi, o bir tərəfdən böyük bir məsuliyyətdir, çünki sən o dövrünü yaxşı bilmirsən. Yəni Tağıyev mənim üçün, misal üçün, o məktəbdən, yəni uşaq illərimdən qalan xatirələrdə idi və yəni təzədən onu araşdırmaq lazım idi və yəni birinci bölüm şəxsiyyətdir. Sən həmin o şəxsiyyəti bilməlisən, onun tərcümə halını öyrənməlisən, tarixləri, hadisələri və Tağıyevlə danışarkən bu biraz qəliz məsələ idi. Çünki Tağıyev çox aktiv idi. Yəni 3 ilin ərzində, 5 ilin ərzində yox, yəni onun ömrü boyu çox aktiv bir insan idi və Bakının o vaxt 19-cu əsrin sonu, 20-ci əsrin əvvəli, yəni ən aktiv insanlardan idi. Yəni bütün sosial, siyasi məsələlərdə iştirakı çox idi və yəni rolu əhəmiyyətli idi. Ona görə yəni seçim vardı, hansı hadisələri götürmək, hansı dövrə müraciət eləmək. Nəticədə bizdə çıxdı ki, 4 film çəkildi. Əslində biz daha çox istəyirdik. Yəni 8 bölümdən söhbət gedirdi. Sonra yəni bilindi ki, bu sadəcə mümkün deyil. Amma bir neçə hadisələr yəni kənarda qaldı. Çünki yəni seçməli idi hansına daha diqqət, hansı hadisələrə diqqət verək. Və bizdə hadisələr bitir elə ki 1901-ci ildə. Amma nəticədə belə oldu, amma biz düşünürdük ki, hadisələr hələ 1918-ci ilə qədər baş verəcək. Yəni əsas və birinci və çox önəmli bir bölüm bu şəxsiyyətdir. Yəni filmin
şəxsiyyəti və ya da bir neçə şəxsiyyət ola bilər. Onların yəni ömrünü analiz eləmək, öyrənmək və bütün o tarixləri, bioqrafiyanın detalları öyrənmək və analiz eləmək. Personajların yaşadığı dövrü qlobal çağırışlardan məhəlli məsələlərə qədər düzgün əks etdirmək inandırmağın əsas şərtidir. Kinodramaturq ikinci bölməni dövr adı ilə təqdim edir. Təbii ki, dövrü bilmək lazımdır. O zaman nə baş verib, nə olub, hansı həyat idi, personajların yaşadığı dövrün dəqiq anlaşılması kadrın inandırıcılığının əsas şərtidir. Siyasi proseslər, sosial normalar, mədəni vərdişlər hamısını bilmək lazım olur. Kino dövrün ruhuna həssas yanaşmalıdır, təkcə faktları bilmək yox, həm də dövrün mentalitetini hiss etmək vacibdir. Yəni, mentalitet sözünü mən xoşlamıram, amma yəni, burada öz yerindədir. Çünki o dövrünü hiss eləmək üçün həmin o dövrdə cəmaət necə yaşayırdı, onu bilmək lazımdır. Və qlobal və mürəkkəb məsələlərdən, misal üçün geosiyasət, yəni biz başa düşməliyik. Misal üçün Azərbaycandan söhbət gedirsə, Azərbaycan vəziyyəti necə idi? Yəni Bakının vəziyyəti necə idi? Yəni biz 19-cu əsrdən danışırıqsa, yəni Bakının rolu Rus imperiyasının içində hansı rolu oynamışdı, onu başa düşmək və bu böyük məsələlərdən elə bir ki, çox sadə və məişət səviyyəsinə gələr. Yəni, nə yeyirdilər, nə barədə danışırdılar, hansı kitabları oxuyurdular, hansı hadisələri müzakirə edə bilərdilər. Dövr çox vacibdir. Sən başa düşməlisən, sənin o birinci slaydda olan o şəxsiyyət hansı dövrdə yaşayırdı, sən o dövrünü hiss eləməlisən. Misal üçün, nə yeyirdilər də, o da çox vacib məsələdir. Sən hansısa bir səhnə var, restorandır, evdir, sən başa düşməlisən, süfrədə nə var idi, hansı yeməkləri yemişdilər, onu başa düşmək, hansı mövzular ola bilər, hansı kitablar və misal üçün, Tağıyevdə 3-cü bölümdə Sonat Tağıyeva Hacı Zeynal Abidinə Gidema papasının boyunbağı hekayədən danışır və mən onu araşdırırdım. Yəni o kitab o vaxt Rus imperiyasında Rus dilinə tərcümə olunmuşdu, çap olunmuşdu, yoxsa yox. Yəni təbii ki, biz düşünə bilərik ki, o kitab heç fransız dilində olmuşdu, yəni Rus imperiyasında tanınmış bir kitab olmamışdı, amma real olmaq üçün sən istəyirsən ki, yəni dəqiq olsun, yəni mən şəxsən. Ona görə mən araşdırırdım ki, və bilindi ki, həmin o kitab, həmin o hekayə, Maupassant yazdığı kitab tərcümə olunmuşdu, çap olunmuşdu və Sona Tağıyeva o kitabı oxuya bilərdi. Və sonra da sual yaranır, niyə bu hekayə? Çünki bu hekayənin mövzusu, yəni orada baş qəhrəman Matilda Loisel zədəgən olmaq istəyir, həmin o boyunbağı rəfiqədən alır, onu sonra itirir, sonra borca girir, o pulu qaytarmaq istəyir, ancaq nəticədə bilir ki, o boyunbağı bijuteriya olmuşdu, yəni onun heç bir dəyəri olmamışdı. Və bu mövzu toxunur Tağıyevin mövzusuna, yəni ikinci bölümdə, əgər siz baxmısınız, ikinci bölümün mövzusu Tağıyevin zadəgən olmasına həsr olunur. Ona görə yəni onun belə bir əlaqəsi var. Və təbii ki, bunu tapmaq lazım idi, araşdırmaq lazım idi. Düşünmək ki, hansısa kitab ola bilər, bunlar müzakirə edirlər və bu kitabı tapmaq, müəllifi tapmaq, o dövrə aid bir müəllifi, həmin o, misal üçün, Gide Maupassant və hansısa konkret bir hekayəni seçmək. Və yadımdadır, yəni bir neçə saat məndə getdik həmin o müəllifi seçmək,
onun əsərini seçmək, yəni həmin o hekayəni araşdırmaq, öyrənmək, o uyğundur yoxsa yox və nəticədə onu istifadə edir. Məndə misal üçün bir səhnə var idi, o nəticədə istifadə olunmadı, Duxan səhnəsi idi və orada iki jurnalist olmuşdu. Tağıyevi tənqid eləmişdilər, yəni müzakirə eləmişdilər. Duxan səhnəsi idi və misal üçün həmin o rus jurnalist hansısa yeməkləri sifariş edirdi və başa düşmək lazımdır ki, nəyi sifariş eləyəcək. Mən o yeməkləri misal üçün Çexovdan götürmüşdüm. Hansısa Çexovun hekayədən götürdüm ki, filan yeməklər. Yəni onları istifadə elədim. Ya da misal üçün o da 3-cü bölümdür, Tağıyevin 3-cü bölümü. Tağıyevin bağında ailə yığışır və müzakirə eləyirlər. Eyfel qüləsini müzakirə eləyirlər. Mən də seçirdim hansı hadisələr ola bilərdi. Misal üçün, Eyfel qülləsi təzə açılmışdı Parisdə keçirilən sərgi üçün və o vaxt müzakirə olmuşdu, bu müvəqqəti qalacaq, yoxsa söküləcək sonra. Və bizdə süjetdə baş qəhrəmanlar, yəni İsmail Tağıyev və yoldaşı Parisə getmişdilər və o belə bir fürsət idi ki, bunlar həmin o Eyfel qüləsini müzakirə eləsinlər. Yəni tarixə, həmin o dövrə uyğun bir hadisələr, mövzular. Dövrün dilini xüsusi bölmə kimi təqdim edən İsmail İman, Tağıyev filmindəki personajların hər birinin özünə məxsus danışıq tərzini ön plana çəkir. Müasir tamaşaçı ilə keçmiş dövr arasında körpünü daha necə yaratmaq olar? İsmail İman bu sualın cavabını belə tapıb. Dil də çox vacib məsələdir və dövrün dilini hiss etmək vacibdir. Personajların danışığı autentik səslənməlidir, eyni zamanda müasir tamaşaçı üçün anlaşılan qalmalıdır. Müasir auditoriyaya uyğunlaşdırma olmalıdır, yeni alınma sözlərin istisna edilməsi, arxaizmlərdən ehtiyatla istifadə edilməsi. Azərbaycan dili 19-cu əsrdə, yəni əgər biz o dövrdən danışırıq da, misal kimi, 19-cu əsrdə və indiki, yəni fərqlənir təbii ki. Və misal üçün, o dövr üçün çoxlu sözlər var idi ki, hansı ki, yəni biz indi düşünürük, yəni türk dilindən gələn bir sözlərdir. Amma əslində yəni o vaxt istifadə olunurdu və müasir tamaşaçı düşünə bilər ki, yəni bu elə bir real Azərbaycan dili deyil və yəni türk sözləri istifadə olunur. Yəni tamaşaçı çaşbaş qala bilər. Ona görə, yəni, istər-istəməz o 18-ci əsrdir, 19-cu əsrdir. Yəni, dil müasir auditoriyaya uyğunlaşdırmalıdır. Eyni zamanda yeni alınma sözlərin istifadə olunmamalıdır. İstər-istəməz hansısa yeni sözlər var və çalışmalıyıq ki, onları istifadə eləməyək. Arxaizmlər, yəni ehtiyatla onları istifadə eləmək lazımdır. Yəni, çox istifadə eləsək, insanlar başa düşməyəcək bizi. Çox mürəkkəb olacaq, çətin olacaq anlamaq üçün. Və həmin dövrün ədəbiyyatına müraciət. Mən onu istifadə eləmişəm. Əbdürrəhim bəy Haqverziyevin pyeslərini açmışdım və onları istifadə eləmişdim. Konkret sözləri, bəli, sözlərin birləşməsi, hansısa ki, parçaları, yəni dövrə uyğun bir sözləri istifadə eləmək üçün. Eyni məsələ rus dilində olan parçalardır. Çünki Tağıyevdə yəni, Rus imperiyasının dövrüdür və Ruscada olan bir hissəsi var. Yəni, kinovniklərlə danışılır və parçalar və s. Orada da mən, misal üçün, Astrovskinin pyeslərini açırdım və hansısa hissələri yox, daha çox hansısa sözləri və söz birləşmələri
istifadə edir. O da çox, yəni faydalı idi. Böyük bir köməkliklə. Danışıq müxtəlifliyi lazımdır. Çünki fərqli təbəqələr, peşələr və bölgələrin fərqli bir dil üslubu olur. Və təbii ki, hansı zədəgan bir cür danışır, hansı bir mollanın bir cür danışığı var və misal üçün həmin o fəhlələr başqa cür danışa bilərik. Bizdə tez-tez olur ki, biz düşünürük ki, hamı yaxşı Azərbaycan dilində danışmalıdır, yəni filmlərdə, kinoda. Amma biz də keçən dəfə də bunu müzakirə eləmişdik ki, həmin o rus sözləri istifadə olunur, yeni sözlər tez-tez istifadə olunur və yəni sırf düzgün Azərbaycan dilində danışanda diyaloqlarda o süni səslənir. Amma biz də onu nəzərdə tutmalıyıq ki, o vaxt hansısa rus sözləri istifadə olunur. Mən dünən misal üçün yenidən açdım həmin Haqq Verzibin pyeslərini ya da Üzeyir bəyin o olmasın, bu olsun libretosunu açdım və orada da misal üçün var Abrazavonski sözü, yəni özdə bir neçə formada var. Bir də zamana uyğun adların istifadə edilməsi. Bu da çox bir vacib məsələdir, çünki biz başa düşməliyik ki, misal üçün 19-cu əsrdə anar adını biz istifadə edə bilmərik, çünki bu nisbətən yeni. 1915-ci ilə aid hadisələrdir. Mən açıram hansısa bir filmin, o vaxt çəkilmiş bir filmin heyətini və baxıram hansı şəxslər var. Ya da hansısa tarixi hadisədir, yəni o vaxtın cəmaatın adlarını götürürəm, istifadə edirəm. Yəni real cəmaatın adlarını sadəcə dəyişdirirəm. Yəni kiminsə soyadını götürürəm, kiminsə adını, yəni o dövrə uyğun bir adlarını tapıram. Misal üçün Tağıyevdə çox maraqlı bir məsələdir, o 4-cü bölümdə olacaq. Ruhani adamların adlarını, yəni fikirləşmək, hansı adlar ola bilərdi. O da, yəni o vaxtın ruhani adamlarını tapmaq lazım idi və yenə də birləşdirmək, variasiyalar eləmək. Hər bir tarixi ekran əsərinin ssenarisi geniş məlumat bazası əsasında yazılır. Amma burada nələrəsə diqqət yetirmək lazımdır. Hansı mənbələr daha dəqiqdir? İsmail İman 4-cü bölmədə istifadə etdiyi mənbələri bu cür təsnifatlaşdırır. Həm bədii, həm elmi ədəbiyyat ola bilər, sənədlər, salnamələr, dövrün mətbuatı, əgər o vaxt mətbuat var idi və səhvlərdən qaçmaq üçün məsləhətçilər lazımdır. Onlar həm tarixçilər, dilçilər və s. mühüm rol oynayır. Bayaq bu görüşdən qabaq məndən soruşdular ki, hansısa arxivləri mən istifadə eləmişdim. Tağıyla söhbət gedirsə, yoxsa yox. Mən də indi izah eləyəcəm. Arxivləri mən istifadə eləyə bilmədim, çünki pandemiya vaxtı idi. Yəni o vaxt mümkün deyildi. Amma bizdə çox yaxşı məsləhətçi var idi, Fərhad Cabarov. Və mənim yadımdadır ki, birinci dəfə mən gəldim, onunla görüşdüm və mən dediyim kimi uşaqlıqdan xatirələr Tağıyevlə bağlı idi. Gözlənilməz referenslər filmin üslubunun formalaşmasında mühüm rol oynayır. Bu xüsusda tarixi mənbələrlə yanaşı, hətta həmin dövrdən bəhs edən, amma tarixi yükə malik olmayan bədii filmlər də etibarlı referens kimi çıxış edə bilər. Mənbələrə yaxındır, çünki istər-istəməz hansı bir kitab həm referens ola bilər, həm mənbə də ola bilər. Çünki misal üçün Əli və Nino kitabı həm referensdir, həm də o dövrün mənbə kimi istifadə oluna bilər. Eyni zamanda misal üçün Banin, Qafqaz günləri, onun əsəri, Tağıyevlə bağlı həmin kitabda o əhvalat var, o balıqla, üzüklə
O da, yəni mən də o uşaqlıqda da yadımdadır o əhvalat. Siz bilirsiniz yəni ki də. Müziyi atır. Hə, sonra da balıqçılar gedir dənizə və çoxlu balıq. Nəticədə onu analiz eləyirsən, başa düşürsən ki, bu biraz qəribə əhvalatdır da, bu lətifə kimi bir şeydir də. Yəni, real səslənmir bu. Biz də onu istifadə elədik filmdə, amma yəni, həmin o lətifə kimi bir əhvalat danışılır. Yəni, təbii ki, hansısa filmlər ola bilər, o olmasın, bu olsun filmi. Təbii ki, çünki o dövrünü əhatə edən bir filmdir. Yəni, vizual referenslər çox azdır. Yəni, filmlər demək olar ki, yoxdur, ya da qalmayıb, yəni o dövrdə çəkilmiş filmlər. Çox qatlılıq. Buna bəzən şaxələndirmə də deyirlər. Xüsusilə tarixi filmlərdə hər personajın şəxsi hekayəsi qabardılır. İkinci dərəcəli personajlar əlavə süjet xətləri yazılır. Və mənim üçün həmişə vacibdir ki, mən inanım ki, kadr arxası həyat bu filmdə var. Yəni, sən hansı bir hissəni görürsən, amma düşünürsən ki, arxada, sağda, solda kimsə yaşayır, kimsə hərəkət eləyir və bu hissi yalnız dekorasiyalar, geyimlər və qrafika yox, həm də qəhrəmanların hekayələri, dövrün mürəkkəbləyini birləşdirən, yəni ssenari lazımdır və həmin o hissi ssenari yarada bilər. Buna böyük bir ehtiyac var və ikinci dərəcəli qəhrəmanlar və əlavə süjet xətlər də filmdəki dünyanın genişlənməsinə xidmət edir. Çünki, yəni, misal üçün, bizdə də Tağıyevdə bir neçə başqa qəhrəmanlar da var, hansı ki, ümumiyyətlə tarixi qəhrəmanlar deyil, uydurma qəhrəmanlardır, amma onların da öz arxası var, öz hərəkətləri, öz süjet həddi var. Yəni, onlar da mütləq lazımdır. Müasirliklə diyaloq, çünki mənim fikrimcə, hər bir uğurlu tarixi film hər zaman da müasirliklə bir diyaloq qurur. Diyaloq qurmalıdır və hansısa aktual sualları, aktual mövzuya aid olan sualları vermək və bu günün sualları ilə səsləşməsi tamaşaçı ilə bir filmə baxırıq. Sadəcə rəssam yaxşı işlədi, operator yaxşı işlədir, qrafik da pis deyil, amma bu sadəcə bizə elə bir aid olmayan bir dövrdür. Yəni, biz onu başa düşmürük, çünki bizlə bir bağlantı yoxdur. Və film mütləq cavablar verməli deyil, amma bizim zamanımıza suallar ünvanlanmalı və müasir mövzuları qaldırmalıdır. Yəni, hansısa həmin o mövzuları qaldırmaq, suallar vermək, ola bilər heç cavab da yoxdur, amma ən azı tamaşaçı bu barədə fikirləşəcək, düşünəcək.